Salamlayıram hər birinizi, dəyərli Azərbaycan xalqı, dəyərli şəhid anaları, bacıları, ataları və qardaşları. Hər birinizi salamlayıram. Bu günləri mən Bakı şəhəri, Səba rayonu, 20-ci sahə, 95-ci ilin şəhidi, kəşfiyyatçı Bahadır Quliyevin ev ünvanlarındayam. Və Bahadır Quliyevin anası Fəxrəndə ana qarşımdadır. Çox sağ olsun ki, məni bura dəvət etdiyi üçün. Və mən istəyərdim ki, Bahadırımız necə oldu ki, Rusiya vətəndaşı idi, yəni orada yaşayırdı. Müharibə vaxtı o özü bura qayıtdı ki, mən vətəndə qalıb döyüşməliyəm. Uşaqların atası Rusiyada işlə əlaqədar Rusiyada idi. Gəldi, bizi də yığışdı. Müharibə zatı işinə yox idi onda. Biz də yığışdı, getdik Rusiyaya. Sonra müharibə düşəndən sonra uşaqlar belə qərara gəldilər ki, ərzə verək, orada hərbi xidmətə yenicə getmişdilər. Ərzə verək, biz də gedək öz vətənimizi qorumağa. Ərzə verdilər, gəldilər öz vətənimizi qorumağa. Quliyev Bahadur öz qardaşları ilə birlikdə 3 qardaş qulluq edirdilər. Quliyev Rəhman, Quliyev Cəlil, Quliyev Bahadur, Seyirmanoğlu. Bunlar 3 də qulluq edirdi. Heç 2 ay çəkmədi ki, Cəlil başından ağır travma aldı. Çox pis günlərə qaldı, ancaq balinsalarda, beyində ocaq öldü. Haralara apardıq, heç cürə xeyri olmadı, vəfat etdi. Mənim 3 oğlum, 3'ü də Rusiya vətəndaşı idi. Oradan ərizə verdilər ki, biz öz vətənimizə qulluq eləməyə gedirik. Onlar gəldilər Azərbaycana. Onda öz kəndimiz alınmamışdı. Ağdam rayonunun Avdaqyoxlu kəndindeydi. İkinci oğlum Rəhman tankçısı idi, tank sürürdü. O da çox yaxşı vəzifəsini yerinə yetirirdi. Birinci Qarabağ müharibəsi başlayarkən o ailəsi ilə birgə Rusiyada yaşayırdı. Lakin vətən dar gündə olanda rahatlıq tapa bilmirdi. Nəticədə öz doğma vətəninə qayıtmağı qərar aldı. Gəldi və Ağdam rayonunun Abdal Gülablı ərazi özünü müdafiə batalyonunun sıralarına qoşuldu. Doğma yurdunun müdafiəsində dayandı. Bu yolda da şəhidlik zirvəsinə yüksəldi. Söhbət şəhid Bahadır Quliyevdən gedir. Biz 6 uşağıq, 5 qardaş, 1 bacı. Mənim 3 qardaşımın Bahadurla 3 olur. Bahadur Kazana düşmüşdü. Kazandan 1 ay qulluqdan sonra gəldi, imtina elədi, gəldi ki, ata mən getmək istəyirəm. Dedi ki, ata mənim arzum odur ki, mən də gedəm orada döyüşəm. Səhərsi günü biz Azərbaycana gedəndə üzü açıq, alnı açıq, yəni fəxrlə gedək ki, biz orada döyüşdük. Mən istəyirdim ki, vəzifəsini yerinə yetirdi, qayıtsın, gəlsin. Mən ona pul da göndərdim, gəlmədi. Dedi, ana, mən axıra kimi, axır nəfəsimə kimi döyüşəcəm. Yoldaşlarının dediyinə görə, o ermənilər onu mühafizəyə alır, özünü atır kanala. Kanalla axa gəlir, gizlənir, 17 gün qalır kanalda. Aç susuz. 17 gündən sonra yavaş-yavaş gəlir, əyaq qərvət deyirlər. Qərvətdən o çıxır. Elə orada da öz qulluq elədikləri yer oraydı. Orada da aradan hardasa 1-2 ay keçməmiş orada da şəhid oldu. Gələn növbəti əməliyyat tapşırıqlarından biri ermənilərin aktiv atəş açdığı mövqeyin susturmaq idi. Bahadurun sonuncu əməliyyatını döyüş yoldaşları bu cür xatırlayırlar. Bahadur döyüşə girdi, şəhid oldu. Bahadur döyüşçü idi. Yəni Bahadur Azərbaycandan da olmuşsa da Azərbaycanda yaşamırdı. Bahadur Rusiyada yaşayırdı. Döyüş vaxtı qayıtdı, gəldi bura. Biz getdik, bizə lazım olan tapşırıqları komandirlər verdi. Bizə lazım olan dostçalar göstərildi. Biz orada yerləşdik. Bizdən irəli keçən xan idi. O bir dostlardan, yoldaşlardan vardı. Bir neçəsi də onlar irəli getdi. Bizə irəlini gözləmək lazım idi. Orada biz müəyyən mənada yerimizi dəyişmək məcburiyyətində olduq. Yerimizi dəyişən zaman qardaşımız minəyə düşdü. İllər ötsə də bir zaman çiyin-çiyinə soyuq səngərlərdə vətənin keşiyini çəkən Bahadurun döyüş dostları onu doğum günündə anırlar. Bahadur burada duran hər birinin əzizi, qardaşı, həqiqətən belə deyək də, ən pis gündə
bizim kürəyimiz bir-birimizə söykənibdir. Onu da qeyd edim ki, yəni bu qardaşların hər birinin itirilməsi bizim üçün, yəni bu itkiyə əvəz olunan heç bir itki yoxdur. Bunu yalnız burada duran bu əziz qardaşlar hamısı bilirlər. Bahadur doğrudan da çox cəsur bir döyüşçüydür. Yaxşı qardaşıdır, yaxşı yoldaşıdır, qorxmaz bir cəsur döyüşçüydür. Həqiqətən elə idi bu. Yəni burada onu tanıyanlar hamısı onu təsdiq eləyir. Bahadur Sehrimanoğlu Quliyev 1-ci Qarabağ müharibəsi zamanı doğma kəndinin, həm də ümumilikdə Ağdamın müxtəlif istiqamətlərdə düşməndən müdafiəsində iştirak edir. Aktiv döyüş əməliyyatlarında zirehli texnikaları daha çox məhv etməyə can atan igidimiz hər zaman döyüş yoldaşlarını düşünür. Onları qorumaq niyyəti ilə öndə gedir. Bahadur qardaşımız bizim kəşfiyyatçı olaraq 1995-ci il aprel ayının 16-sı günü çox dəyərli, lazım olan bir tapşırıq yerinə yetirərkən şəhid olmuşdur. Bizim itirdiyimiz döyüş yoldaşları, bizim şəhid olan qardaşlarımız bu vətənin, bu dövlətin, bu millətin ən layiqli, ən qabiliyyətli kişilər olubdur. Şəhid Bahadur Quliyev Ağdamın Xındırıstan kənd qəbristanlığında dəfn olunub. Onun əziz xatirəsi qəlblərdə daim yaşayır.